Esselamu Aleyküm ve Rahmetullah. Değerli izleyicilerimiz, deməli, Balakan rayonunun en güzel kentlerinden biri olan ve merkeze en yakın kentlerinden biri olan Tülü kendinde çok güzel ve yenice tikilmiş, salafanın üstünden tele açılmış bir tane həyət evi satışa çıxarmışıq. Ev doğrudan da çok ideal vəziyyətdə ve ideal təmirlidir. Ve deməli, bu evin çok qəşəng torpaq sahəsi var. İçerisinde növbə-növ meyvə ağacları da var ən əsası. Ürəyin istəyən qədər alçaq ağacı var. Alçaq ağacdan normal pul götürüb qazan. Oldu normal milyarder. Ən əsası həm şəhər həyatı yaşamaq istəyənlər üçün, həm də ki kənd həyatı yaşamaq istəyənlər üçün qəşəng ət-dəvə, fil, mal-qara baxmaq üçün qəşəng təxmini olaraq 20 metr uzunluğunda mal damı mövcuddur. Doğrudan da çox böyük və qəşəngdir. Belə ki, mən yenə də bir şey qeyd etmək istəyirəm. Buranın ümumi sahəsi 40 sota yaxındır. 21 sotun tam qupçası, tam sənədi var. Yenə deyirəm, 21 sot deyirəm, görürsünüz satılır deyə. Amma əlavə olaraq da sizə 20 sotda pay hədiyyə torpaq gəlir. Çünki bu ev sahibinin ulu babasından qalmış torpaqlar da Allah'a həmd olsun. Heç kimi yəbisini alan deyil. Qutarı söhbət, Allah'ın izni ilə. Deməli, içərisində meyvə ağacları mövcuddur və ən əsası evin qəşəng bahalı pəncərələri var və ən əsası ev ümumi isitmə sistemi kombi sistemidir. Evin üstü də, havası da qəşəng bahalı materialdır, dəmirdir. Deməli, daxil oluruq içəri. Gördüyünüz kimi pəncərələri qəşəng bahalı plastikdən istifadə olunubdur. Doğrudan da çox gözəl, çox səliqəlidir. Qazı, suyu, işığı, internet hər bir şey var, necə lazımdır. Girişdə belə qəşəng bahalı seyf qapısı. Evin içində dediyimiz kimi çox super vəziyyətdə yeni təmirdən çıxıb. Baxın, girişdə bir dənə belə qəşəng oturma otağı, salon. Mən bunu qeyd etmək istəyirəm ki, ev əşyası satılır, sadəcə mətbəx mebeli qalacaq evin içərisində. Təbii ki, qiymətə razılıq olsa, mümkün qədər əşyaları qala bilər. Belə göstərim Allah'ın iznindən. Çox gözəl, doğrudan da tavanı da belə göstərim mən sizə mümkün qədər. Evin otaqlarını da göstərəcəm. Ən əsası, nə diqqətimi çəkdi? Addenlidir. Bura sanitar qovşağı, üzr istəyirəm, sanuzel. Belə qəşəng yer kafel necə lazımdır. Bura sanitar qovşağıdır. Addenli olmağı daha qəşəngdir. Baxın, qəşəng kafelli, təmirli, ideal sanitar qovşağıdır burada. Keçək otaqları Allah'ın izni ilə. Bura sağ tərəfdə xanımlarımızın ən çox sevdiyi yer nədir? Mətbəx mebeli. Baxın, belə göstərim. Evin ümumi isitmə sistemi kombidir. Belə göstərim mümkün qədər. Baxın, gördüyünüz kimi çox qəşəng, təmirlidir. Evi gir yaşa. Əlavə nəsə eləməyə ehtiyac yoxdur. Padakonik nə qədər qoyulub. Radiator belə. Belə göstərim mümkün qədər mən sizə ətraflı. Keçək digər otaqlara Allah'ın izni ilə. Burada bir dənə yataq otağı var. Yerə baxın. Yer ümumi olaraq qəşəng bahalı lavlətdən istifadə olunubdur. Qapıları da göstərim mümkün qədər. Otaqları keçəcəm. Baxın, qapılar da qəşəng, ideallidir. Necə lazımdır, səliqəli. Bura yataq otağıdır. Bura təmirlidir. Yenə deyirəm ki, əşyasız satılır. Qiymətdə axıra qədər baxın, qiymətdən xəbəriniz olsun. Xahiş edirəm. Sonra təkrar məndən qiymət soruşmayın. Çünki biz video daxilində qiymət qeyd edirik. Burada bir dənə əlavə otaq. O bir otağı mən mümkün qədər göstərməyə çalışacağım Allah'ın iznə. Çünki niyə? Orada bir xəstə bir dənə anamız var. Anamız xəstədir, neçə illərdir. Belə bir göstərim mümkün qədər. Sol tərəfə fırlamayacağım mümkün qədər. Baxın belə. Təmirlidir. Sol tərəfə fırlamıram çünki burada xəstə var. Allah aramıza şəfa versin. Ağırlarını yüngülləşdirsin. Baxın belə. Deməli, Balakən şəhərinin Tülü kəndində, yenə də qeyd etmək istəyirəm. Gördüyünüz bu qəşəng təmirli ev 21 sot torpaqla, əslində çoxdur, sənəddən 21 sotdur, belə 40 sota yaxındır. Buranın qiyməti 57 min təklif olunur. Çox cüzi endirim olacaq. İndi mən deyirəm. Xahiş edirəm ki, mənə zəqib deməsin qarşı, 50 min əmələ gəlmir. İndən deyirəm. Cüzi endirim olacaq. Qiymətdə hətta razılıq olsa, aşağı və ya yuxarı qiymət təyin olunsa, gördüyünüz bahalı əşyalar evin içərisində qalacaq. Amma belə ümumi götürsək, mətbəx mebeli bura daxildir. Yenə deyirəm, 57 min manata bu qədər böyük torpaqla harası ev tapmaq çox çətindir. Həm də bilirsiniz ki, Tülü Balakən şəhərinin mərkəzinə ən yaxın kəndlərdən biridir. Səhifə nömrəmiz qeyd olunub, yaza və yazan gələ bilərsiniz. Esselamu Aleyküm və Rəhmətullah.